Aşura, düşünürəm ki, Aşura hadisəsi dəfələrlə və daha çox dərindən öyrənilməsi lazım olan bir hadisədir. Bu bir insanların yaratdığı abidədir. Məsəl üçün, mən həmişə bu analogiyanı aparıram. Misir piramidaları var və müxtəlif dövlətlərin alimləri tərəfindən araşdırılır. Məsələn, Misir piramidalarını araşdıran Fransız alimlər var, Rusiya alimləri var, Amerika alimləri, müxtəlif alimlər var. Düşünürəm ki, Aşura hadisəsinə də bir abidə kimi baxsaq, tarixdə yaranmış bir abidə kimi baxsaq, düşünürəm ki, onu da dərindən müxtəlif kontekstlərdən araşdırmaq lazımdır. Bəzən onun üzündəki örtük mane olur buna, məsəl üçün ona qatışmış xurafat və s. görüntü olaraq. Bəzən Aşuranı hansısa bir qrupun, hansısa yapdığı kiçik bir hərəkat və yaxud hansısa mübahisə, müharibə uğrunda olmuş bir hərəkat kimi görürlər. Amma əslində çox-çox böyük bir abidədir. Belə bütün səmiyyətimlə belə düşünürəm və müxtəlif kontekstlərdən, istər sosioloji, istər psixoloji, fəlsəfi kontekstdən bu hərəkata zaman-zaman baxmaq lazımdır və müəyyən dərslər almaq lazımdır. Şəxsən mənim üçün bu Məhərrəm, xüsusilə bu Məhərrəm ayı münasibət kontekstindən istəmişəm baxam Kərbəla hadisəsinə. Münasibət kontekstindən çox ciddi, dərin münasibət var Kərbəla hadisələrində. Gerçək münasibət var. Yəni siz düşünün, bir insan İmam Hüseyn, yəni bu hərəkatın yaradıcısı hansı müstəvidə bir münasibət formalaşdırıb? Yəni insanlar arasındakı münasibətdən söhbət gedir. Elə bir münasibət formalaşdırırsan ki, sənin oradakı dostların, sənin döyüşçülərin, yaxınların deyirlər ki, 1000 dəfə belə olsa canımız, biz bu yolun uğrunda, sənin uğrunda verməyə hazırıq və bütün səmiyyətləri ilə bunu ifadə edirlər. Dəfələrlə özdə sanki bir spektakl kimi, sanki bu bir tarixdə qalacaq, ravilər bunu qeyd etsinlər, tarixçi yazsınlar deyə imam onları danışdırır. Getmək istəyərsinizmi, sizin üçün ölüm nədir və s. belə sualları var. Və onlar da o qədər möhtəşəm çıxışlar ediblər, möhtəşəm fikirlər səsləndiriblər. Bu kontekstdən baxırıq ki, münasibət, gerçək münasibət olub. Mən həmişə bunu deyirəm, bu analogiyanı aparıram. Siz düşünün, bizim tariximizdə əziz Peyğəmbərimizin Xədicə möcüzəsi, mən buna deyirəm. Tarixdə var ki, Peyğəmbərimiz Həzrət Məhəmməd Meyraca, Peyğəmbərliyə çatmazdan əvvəl 40 gün Hira dağına gedir və ibadətlə məşğul olur. Və tarixdə var ki, 40 gün xanımı Həzrəti Xədicə ona azuqə daşıyır, qida, orada qidalanmazda Hira dağındaydı. 40 gün Həzrət Xədicə Peyğəmbər ibadətdədir, Hira dağındadır, təcrid edib özünü cəmiyyətdən və 40 gün Həzrət Xədicə ona qida daşıyır, azuqə daşıyır. Siz təsəvvür edin, Peyğəmbər ticari bir səfərdə deyil. Yəni, ora pul qazanmaq üçün getməyib. Oradan hədiyyələrlə qayıtmayacaq xanımın yanına, çoxlu pulla qayıtmayacaq. O bir ibadi bir səfərdir əslində. Peyğəmbər ibadətdədir. Amma necə bir şəxsiyyət ki, elə birini yetişib, xanımını elə yetişdirib ki, bu ibadi səfərdə belə onun xidmətindədir. Necə sən inandırasan öz yoluna, öz həqiqətinə yanındakı adamı ki, o sənin üçün 40 gün xidmət eləyən, bilə-bilə ki, nəhayətində sonunda bu bir dünyəvi bunun, yəni bir faydası yoxdur da, yəni. Ona görə bu analogiyanı indi gəlsə bu kontekstdə Kərbəla hadisələrinə baxsaq, orada da bənzər məsələdir, daha üst, daha mübarək müstəvidə. İmam Hüseyn elə bir səfərə çıxır ki, onun yoldaşları, dostları bilirlər ki, bu səfərin sonu nədir? Amma onun yanındadırlar və formal olaraq onun yanında deyirlər. Bütün səmimiyyətləri ilə, bütün sevgiləri ilə, bütün hətta o tarixi hadisələri orada araşdıranda, baxanda, oxuyanda insan heyrətə gəlir ki, sən necə belə insanlar yetişdirəsən. Məsələn, belə bir tarixi gedişat var. Orada deyir ki, İmam Hüseyn bir gün qardaşı
Həzrəti Əbəlfəzə, Həzrəti Abbasa deyir ki, istəyirsənmi mən sənə cənnətdəki yerini göstərim? Gedişatın ən ağır zamanıdır, ən ağır dövrdür. İstəyirsənmi mən sənə tarixdə cənnətdəki yerini göstərim? Həzrəti Abbas baxmır belə. Buna ehtiyac yoxdur. Mənim cənnətim sənsən. Mən nə lazımdır ki, bunu qarışdırım. Yəni cənnət üçün mən bunu edirəm. Yox. Bu insanlar ruhani zəka nöqteyi nəzərindən üst səviyyədə idilər və gerçək bir münasibətin içində idilər. Kərbəlanın bugün bizə deyəcəyi söz budur. Mən həmişə deyirəm ki, baxın, hər il Kərbəla hadisələri gəlir, ildə bir dönəm. Sanki bizə deyir ki, bəs sən həqiqət üçün nə edirsən? Bəs sən həqiqət üçün nə edirsən? Bugünkü dünya insanı qapadıb özünə də, özü ilə məşğuldur insan. Qazanır, yeyir, içir, gəzir, özünü düşünür. Ancaq özü haqqında fikirləşir. Hər il bu hadisə, İmam Hüseyin karvanı gəlir sanki bizə desin ki, bəs həqiqət üçün nə edirsən yaxşı? Bəs sən həqiqət üçün nə edirsən? İmam Hüseyin sırf həqiqət üçün onun bir həqiqəti var idi və həm ona özü inanmışdı və həm onun dostları ona inanmışdılar, ətrafındakılar ona inanmışdılar. O müstəvidə ki, o həqiqət uğrunda canlarından keçməyə belə hazır idilər. Yəni, bugünün dünyasında Kərbəla hadisələri mənə sırf münasibət kontekstindən çox maraqlıdır. Çünki bir mütəxəssis kimi görürəm, ailə münasibətlərində, ictimai münasibətlərində, dost münasibətlərində, yəni ailələr hansı səbəbdən dolayı dağılır, dostluqlar hansı səbəbdən dolayı dağılır. Gerçək münasibətlər çox-çox belə qıtlaşıb indi, təəssüflər olsun. Bu kontekstdə həqiqətən də Kərbəla hadisələri bizə göstərir ki, bax belədir, necə dərin münasibət ola bilər. O vəziyyətin içində Əliağa Vahidin belə bir məşhur misrası var, deyir ki, tutalım ki, əsrimizin Həzrəti İsası mənəm. Bu basa-basda necə möcüzə icad edeyim? Həzrəti İsa möcüzə icad edən olub da, möcüzə yaradan olub. Belki tutalım ki, mən Həzrəti İsa'yım. Bu basa-basda necə möcüzə icad edeyim? Adətən Sartre buna sərhəd vəziyyəti deyirdi. Sərhəd vəziyyətində insanın gerçək siması çıxır da özə. Münasibətlər, tutalım, normal, adi halda dərin münasibətlər, xoşbeş, dostluq, qardaşlıq. Amma sərhəd vəziyyətində gerçək münasibət çıxır ortaya ki, kim dostdur, kim qardaşdır, kim necədir, kim qoyub qaçır. Bayaqları bir qazi dostumuzla görüşürəm. Namiqlə çox gözəl bir söz deyir. Deyir ki, müəllim, mən tanıyıram, deyir. İndi o bir adamdan dolayı danışır. Deyir, o tankın altında gizlənmişdi. O deyirdi ki, mən qorxuram da getmək istəmirdi. İndi müəyyən vəzifədə çalışır. Deyir ki, o gerçək müharibə, gerçəkliyi, reallığı başqa bir şeydir. Sən onun haqqında düşünə bilərsən, xəyallar qura bilərsən, hətta qurduğun xəyallarında səmimi də ola bilərsən. Həqiqətən səmimi qəlbdən düşünə bilərsən ki, müharibə olsa belə eləyərəm, elə eləyərəm. Amma o gerçəklik, o reallıq gələndə sən nə edəcəksən, o başqa bir məsələdir. Ona görə belə bir sərhəd vəziyyətində insanların bu müstəvidə qalması, münasibətlərin dərinliyində qalması, heç kim bir-birindən gileylənmir, heç kim bir-birindən narazı deyil. Bu Kərbəla hadisələrini düşünürəm ki, bu kontekstdə, münasibət kontekstində mən özümə götürdüyüm mesaj budur ki, insan bir həqiqətə xidmət eləməlidir. İnsan özündən ibarət deyil. Düşünürəm ki, hər məhərrəm gələndə sanki bir daha mənə xatırladır ki, buna transcendent deyirlər, başqaları özündən kənara çıxmaq. Yəni, təəssüf ki, dünya bugün əl-ələ verib bütün çağırışlar insanı özünə çağırır. Bu Kərbəla hadisələrinin hər il yaşanması həm də buna görə lazımdır. Hər gün gəlib bizə bir şillə vurmalıdır sanki. Çıx kənara bir gör, sən nə edirsən? Həqiqət üçün sən nə edirsən? Axı sən özündən ibarət deyilsən. İnsan özündən ibarət deyil. Mən həmişə deyirəm ki, insan Tanrının yer üzündəki xüsusi təyinatlı qüvvəsidir. İnsan Tanrının yer üzündəki xüsusi təyinatlı qüvvəsidir, amma xüsusi təyinatın üzərində deyil. O istirahətindədir, o unudub missiyasını, onun xüsusi təyinatı var. Yəni, sanki bu hadisələr hər il təkrarlanıb insana yadına salır ki, sənin bir xüsusi təyinatın var. Deməli, mən Həzrəti Eşq kitabında belə bir şey yazmışam. Mövlana Cəlaləddin Rumi qəşəng bir bəhs açır Məsnəvidə. Deyir ki, Quran-ı Kərimdə dünyaya bir
epitet verir. Quran-ı Kerim deyir ki, dünya bir oyundur. Əl-la'b, la'b sözünü işlədir. Deyir ki, dünya bir oyundur. Rumi bunu başlayır açmağa. Necə yəni dünya bir oyundur? Deyir, düşünün ki, məsəl üçün, gedmişsiniz, uşaqsınız, gedmişsiniz, aparmışsınız evin inəklərini otarmağa. Şəxsən özüm yaşamışam bunu, ona görə mənə çox maraqlı bir hekayətdir. Rumi deyir, getmişsiniz, sizə evin inəklərini tapşırıblar, aparmışsınız köşəndə otarmağa. Otardığınız yerdə birdən görürsünüz ki, uşaqlar, dostlar o tərəfdə futbol topu ilə və yaxud nə bilim boya qutusu ilə, köhnə nə ilənsə futbol oynayırlar o tərəfdə. Sizin də çox sevdiyiniz bir şeydir də bu. Bu zaman sizin diqqətinizi çəkir. Amma bu yandan sizin bir missiyanız var. Sizə inəkləri tapşırıblar. Siz inəyi otarmalısınız. Amma bu yandan da oyun çəkir sizi. Özünüz dilemmanı belə həll edirsiniz ki, 5 dəqiqə evi olmaz da, girin bir oynayın falan. Heç nə olmaz. Girirsiniz oyuna, oyun qızışır. Bilmirsiniz, haçan papağı hara atmışsınız. Haçan pencəyə çıxardıb hara tullamısınız. Qərq olmaq oyunda budur. O qədər qərq olmuşsunuz ki, bir də nə vaxt ayılırsınız, atanın səsini axşamçağı azalma olur. Hardasan qışqıranda başa düşürsünüz ki, axşamdır, nə papaq yoxdur, nə pencə yoxdur, nə inəklər yoxdur, hər şey əldən gedib. İlqar bəy, siz qeyd etdiniz ki, insan yalnız özünə deyil, ətrafına da diqqət etməlidir. Digər tərəfdən də özün dəyişsən, aləm dəyişər yanaşması var. Və siz özünə fokuslanmaq deyəndə nəyi nəzərdə tutursunuz? Əlbəttə ki, özünə bu qeydi xüsusilə vurmaq lazımdır. Söhbət özünə məşğulluğun bu tərzindən getmir. Əksinə, bu mənada özünə məşğul, özü ilə məşğul olmaq Quranda çağırır. Aleykum ənfusakum, bir ki, özünüzlə məşğul olun. Hətta mənim bir ustadım var idi, bir dəfə bir çıxış elədi və məni heyrətləndirdi. Mən günlərlə o çıxışın təsirində qaldım. Qətiyyətlə dedi ki, ictimai xadimlər, maarifçilər, yazı pozu adamları, qələm əhli və s. xətiblər, onların deyir ki, 90% işi özü ilə olmalıdır. 10% cəmiyyətlə. O qədər qətiyyətlə, olsa təkrar deyir. 90% özlərini düzəltməyə çalışır, özlərini olmalıdır. 10% cəmiyyətlə. Bizdə o nisbət dəyişib də 10% özümüzdən məşğul olaq yox, ancaq cəmiyyəti tərbiyə eləməyə cəmiyyət. Bəli, o ki, biz qınayırıq insanın özünə qapanmasını, özünə yığışmasını, söhbət nəfsani istəklərdən gedir. Yəni, ancaq özümü düşünmək, öz həyatımı qurmaq, öz nə bilim filan. Yox, söhbət özünü dəyişməkdən gedirsə, insanın özünü dəyişməsi böyük bir ibadətdir. İnsan öz qapısında olmalıdır, insan özündə olmalıdır, özünü dəyişməyə çalışmalıdır. Böyük bir missiyadır. Zaten insan dünyanı dəyişməyə ən yaxından başlamalıdır, özündən başlamalıdır. Biz bəzən başlayırıq kimlərisə düzəltməyə, dəyişməyə, tərbiyə eləməyə. Yox, məsələ bu deyil. Kərbəla ona görə qiymətli idi. Kərbəla özünü düzəltmişlərin, özünü dəyişmişlərin, özü ilə işlərini həll etmişlərin məsələsi idi. Yaratdığı hərəkatı idi. O sütunlar, o memarı, Kərbəlanın memarı olan insanlar o qədər möhkəm, keyfiyyətli materialdan ayırırlar deyə. Aşuranı yaşadan səbəblərdən biri də bu idi. Yəni, islahat, özünü islah etməmiş insanın islahatı effektsiz olacaq, yəni faydası olmayacaq. Ona görə özünü islahat çox vacibdir. Biz deyəndə ki, özü ilə məşğul olmaq, daha çox nəfsani mənada özü ilə məşğul olmaq, öz arzuları, ancaq öz istədikləri və s. başqasını düşünməmək, dünyanın özündən ibarət olduğunu düşünmək kimi bir düşüncədə, zehniyyətdə olmaq qınaq olan budur. Yəni, qınaq olan budur. Yoxsa ki, insanın bu mənada, şərh etdiyi mənada özünü düşünməsi qiymətli bir şeydir və ibadətdir.